Qoç. Bugün enerjin yüksəkdir və hər işə həvəslə yanaşırsan. Pul mövzusunda gözlənilməz xəbər ala bilərsən. Xərclərinə diqqət etsən ayın sonu rahat keçəcək. İş həyatında yeni məsuliyyətlər ortaya çıxa bilər. Rəhbərlik sənin performansını izləyir. Səbirli davransan mükafat gecikməyəcək. Sevgi həyatında emosiyalar ön plandadır. Tərəfdaşınla açıq danışmaq faydalı olacaq. Subay qoçlar üçün yeni tanışlıq ehtimalı var, keçmişdən biri yenidən əlaqə saxlaya bilər. Qərar verməzdən əvvəl düşün. Gələcəklə bağlı planların yavaş-yavaş formalaşır. Bugün atdığın addımlar uzun müddətli təsir göstərəcək. Maddi baxımdan riskli işlərdən uzaq dur. İş mühitində sözlərinə diqqət et. Kiçik anlaşılmazlıqlar böyüyə bilər. Sevgi səbr tələb edir. Axşam saatları rahatlama gətirəcək. Özünə vaxt ayırmaq ruhunu gücləndirəcək. Gün ümumilikdə müsbət bitəcək. Buğa. Bugün sakit və ölçülü davranmaq sənə xeyir gətirəcək. İş həyatında səbrin ön plana çıxır. Gecikən bir məsələ nəhayət aydınlaşa bilər. Maddi vəziyyət stabildir. Amma lazımsız xərclərdən qaçmaq lazımdır. Gələcək üçün yığım düşüncəsi güclənir. Sevgi həyatında güvən mövzusu ön plandadır. Münasibətdə olanlar üçün dərin söhbətlər mümkündür. Subay buğalar üçün keçmişdən biri yenidən gündəmə gələ bilər. Duyğularını tələsmədən ifadə etməlisən. İş yerində səssiz irəliləyiş olacaq. Detallara diqqət etmək vacibdir. Maddi qərarlarda məsləhət almaq faydalıdır. Gün ərzində yorğunluq hiss oluna bilər. Axşam dincəlmək sənə yaxşı təsir edəcək. Ailə mövzuları ön plana çıxa bilər. Özünü təzyiq altına salma. Səbrinin qarşılığını alacaqsan. Daxili rahatlıq artır. Gün sabit və təhlükəsiz enerjidədir. Əkizlər. Bugün xəbərlər və söhbətlər ön plandadır. Pul mövzusunda maraqlı təklif ala bilərsən. Gözlənilməz mənbədən gəlir ehtimalı var, danışıqlar sənin xeyrinə nəticələnəcək. İş həyatında çevik qərarlar uğur gətirir. Sözlərin insanlara təsir edir. Yeni layihə üçün ideyaların çoxdur. Maddi baxımdan hərəkətli dövrdəsən. Sevgi həyatında sürprizlər yaşana bilər. Gözləmədiyin etiraf eşidə bilərsən. Partnyorun səninlə açıq danışmaq istəyir. Subay əkizlər üçün flört enerjisi yüksəkdir. Bu flört qısa zamanda ciddiləşə bilər. Keçmişi arxada qoymaq vaxtıdır. Hisslərini gizlətməməlisən. Axşam saatları romantik mesajlar ola bilər. Pul xərcləyərkən planlı olmağa çalış. Dostlarla maraqlı söhbətlər səni rahatladacaq. Gün enerjili bitir. Şans səni sözlərinlə tapır. Xərçəng. Bugün maddi güvən mövzusu səni çox düşündürə bilər. Pul ilə bağlı planlarını yenidən nəzərdən keçirəcəksən. İş həyatında sakit, amma məhsuldar gün gözlənilir. Gizli qalan bir fürsət üzə çıxa bilər. Maddi baxımdan ailə dəstəyi önəmlidir. Ev ilə bağlı xərclər arta bilər. Pulu düzgün bölüşdürmək vacibdir. Sevgi həyatında duyğusallıq yüksəlir. Sevdiyin insanla dərin söhbətlər edə bilərsən. Münasibətdə bağlar möhkəmlənir. Subay xərçənglər üçün romantik enerji var. Köhnə tanışlıq yeni hisslər oyada bilər. Keçmiş incikliklər bağışlana bilər. İş yerində səni yoran mövzu gündəmdən çıxa bilər. Maddi rahatlama yavaş-yavaş gəlir. Səbirli ol. Axşam saatları daha romantik keçəcək. Özünü dəyərsiz hiss etmə. Sən doğru yoldasan. Bugünkü qərarlar uzun müddətli təsir göstərəcək. Şir. Bugün şirlər üçün diqqət mərkəzində olmaq qaçılmazdır. İş həyatında liderlik xüsusiyyətlərin ön plana çıxır. Rəhbərlik sənin qərarlarına güvənir. Pul mövzusunda yeni qazanc imkanları görünür. Ancaq tələskənlik etmək risklidir. Hər təklifi dərindən analiz et. Karyerada böyük bir addımın astanasında ola bilərsən. Səbirli olsan, nəticə möhtəşəm olacaq.
Sevgi həyatında isə ehtiras yüksəkdir. Sevdiyin insanla aranızda güclü enerji var, kiçik qısqanclıq mövzuları gündəmə gələ bilər. Açıq ünsiyyət problemi həll edəcək. Subay şirlər üçün cazibə gücü zirvədədir. Yeni tanışlıqlar səni sevindirəcək. Keçmiş münasibətlə bağlı qərar verməli ola bilərsən. Duyğularınla məntiqini balanslaşdır. Ailə içində sözlərin təsiri böyükdür. Dediklərinə diqqət et. Axşam saatları əyləncə üçün uyğundur. Dostlarla vaxt keçirmək motivasiyanı artıracaq. Maddi mövzuda borc almaq üçün uyğun gün deyil. Öz gücünə inan. Qız. 25 yanvar qızlar üçün planlama və nizam günüdür. İş həyatında detallara diqqətin sənə üstünlük qazandırır. Uzun zamandır gözlədiyin bir məsələ həllini tapa bilər. Pul mövzusunda balans yaratmaq önəmlidir. Xırda xərclər yığılıb böyük məbləğə çevrilə bilər. Büdcəni yenidən gözdən keçirmək faydalıdır. Karyerada məsuliyyətlərin artması mümkündür. Ancaq bunun qarşılığını mütləq alacaqsan. Sevgi həyatında isə analiz etməyi biraz azaltmalısan. Hər şeyi ölçüb biçmək münasibəti yorur. Sevdiyin insan səndən daha çox səmimiyyət gözləyir. Subay qızlar üçün iş mühitində tanışlıq ehtimalı var, bu tanışlıq yavaş-yavaş inkişaf edəcək. Keçmişdən gələn bir mövzu yenidən gündəmə gələ bilər. Dərsini almısansa narahat olma. Ailə ilə bağlı məsuliyyətlər arta bilər. Sən hər şeyin öhdəsindən gələcəksən. Axşam saatları sakitlik gətirir. Kitab oxumaq və ya musiqi dinləmək yaxşı təsir edəcək. Tərəzi. Pul mövzularında balans axtarışındasan. Gəlir və xərclər arasında tarazlıq qurmaq istəyirsən. Bugün maddi qərarlar üçün tək qalmaq yaxşıdır. Başqalarının fikri səni çaşdıra bilər. İşlə bağlı pul söhbəti gündəmə gələ bilər. Maaş artımı ilə bağlı ümid yaranır. Gözəllik və zövq üçün xərclər arta bilər. Özünü sevindirmək istəyə bilərsən. Amma ölçünü bil. Orta yol ən doğru seçimdir. Axşam saatlarında pul xəbəri səni sevindirə bilər. Kiçik hədiyyə və ya bonus mümkündür. Borc vermək məsələsində tərəddüd edəcəksən. Daxili səsinə qulaq as. Pul enerjin münasibətlərlə bağlıdır. Düzgün seçimlər səni rahatladacaq. Maddi güvən hissi artır. Öz dəyərini bil. Pul sənin tərəfini tutur. Əqrəb. Bugün dərin düşüncələr içində ola bilərsən. Hər şeyin arxasındakı həqiqəti görmək istəyəcəksən. İş həyatında strateji addımlar atmaq üçün uyğun gündür. Səbrlə gözlədiyin nəticə yaxınlaşır. Maddi mövzularda gizli qalan bir məsələ üzə çıxa bilər. Bu, sənə üstünlük verəcək. Sevgi həyatında ehtiras artır. Qarşı tərəflə bağ daha da güclənə bilər. Subay əqrəblər üçün taleyüklü bir tanışlıq mümkündür. Bu görüş həyatında iz buraxa bilər. Keçmişdən qalan emosional yükü buraxmaq vaxtıdır. Özünü azad hiss edəcəksən. Ailə mövzularında ciddi söhbət ola bilər. Sakit qalmaq hər şeyi asanlaşdıracaq. Gün ərzində enerjin dəyişkən ola bilər. Axşam saatları daha dərin və sakit keçəcək. Meditasiya və ya tək qalmaq sənə yaxşı gələcək. İntuisiya zirvədədir. Bugün gizli olan açılır. Oxatan. Oxatanlar üçün bu həftə maliyyə baxımından aktivdir. Yeni gəlir imkanları ortaya çıxacaq. Xariclə bağlı işlər qazanc gətirə bilər. Pul xərcləyərkən ölçülü olun. İş həyatında yeniliklər sizi həyəcanlandıracaq. Risk almaq istəyi artacaq. Amma hər riski hesablayın. Sevgi həyatınızda azadlıq mövzusu önə çıxır. Münasibətdə olan oxatanlar sıxıldığını hiss edə bilər. Açıq danışmaq problemləri həll edəcək. Subaylar üçün macəralı tanışlıq mümkündür. Bu tanışlıq sizə fərqli baxış qazandıracaq. Uzaq məsafəli münasibət gündəmə gələ bilər. Qərar vermək üçün vaxt ayırın. Həftənin ortasında romantik xəbər ala bilərsiniz. Sözlərinizə diqqət edin. Düşünmədən deyilən sözlər incidir.
Pul və sevgi arasında tarazlıq yaradın. Özünüzü məhdudlaşdırmayın. Həyatdan zövq alın. Şans sizdən yanadır. Rəydə fikrinizi yazın. Oğlaq. 25 yanvar oğlaqlar üçün məsuliyyət və nəticə günüdür. İş həyatında zəhmətinin qarşılığını almağa başlayırsan. Rəhbərlik sənin sədaqətini yüksək qiymətləndirir. Pul mövzusunda sabitlik ön plandadır. Ancaq gözlənilməz bir xərclə qarşılaşa bilərsən. Panikaya düşmədən plan qurmalısan. Karyerada yüksəliş üçün uyğun zamandır. Uzun müddətli hədəflərini yenidən nəzərdən keçir. Sevgi həyatında isə məsafə hissi yarana bilər. İş stressi münasibətə təsir edə bilər. Sevdiyin insanla açıq danışmaq bu məsafəni aradan qaldıracaq. Subay oğlaqlar üçün iş mühitində tanışlıq ehtimalı var. Bu tanışlıq yavaş, amma möhkəm inkişaf edəcək. Keçmiş münasibətin dərsləri bugün sənə yol göstərəcək. Ailə ilə bağlı məsuliyyətlər arta bilər. Sən bu yükü daşıya bilirsən. Axşam saatları sakitlik gətirir. Evdə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Dolça. Bugün fərqli düşünmək istəyi artacaq. İş həyatında yaradıcı ideyaların diqqət çəkəcək. Standart olmayan yanaşman üstünlük qazandıra bilər. Maddi mövzuda gözlənilməz xəbər ala bilərsən. Ani gəlir və ya xərc mümkündür. Büdcəni nəzarətdə saxlamaq vacibdir. Sevgi həyatında azadlıq mövzusu ön plandadır. Münasibətdə olanlar üçün sərhədlər mövzusu açıla bilər. Subay dolçalar üçün fərqli tanışlıq görünür. Duyğularını anlamaq vaxt ala bilər. İş yerində dostluq münasibətləri güclənir. Komanda içində fikirlərin dəyərlidir. Gün ərzində sosial aktivlik artır. Axşam yeni planlar qura bilərsən. Texnologiya və yenilik mövzuları maraqlı olacaq. Maddi risklərdə diqqətli ol. Öz yolunu seçmək istəyəcəksən. Daxili azadlıq hissi güclənir. Ruhən yüngülləşirsən. Gün fərqli enerjidədir. Balıqlar. Balıqlar üçün bu həftə maliyyə mövzusu həssasdır. Gəliriniz artsa da xərclər sizi sıxa bilər. Planlı davranmaq vacibdir. Yaradıcı işlərdən qazanc mümkündür. İş həyatında dəstək görəcəksiniz. İntuisiyanız güclüdür, ona güvənin. Maddi qərarlarda emosiyaya qapılmayın. Sevgi həyatınızda isə romantika zirvədədir. Münasibətdə olan balıqlar üçün duyğusal bağ güclənir. Birlikdə xəyallar qurmaq münasibəti dərinləşdirəcək. Subaylar üçün nağıl kimi tanışlıq mümkündür. Bu insan sizi dərindən təsirləndirəcək. Keçmişi buraxmaq sizi azad edəcək. Həftənin ortasında romantik görüş ola bilər. Duyğularınızı açıq ifadə edin. Qorxularınızı paylaşmaq rahatladacaq. Pul stressini ürəyinizə salmayın. Sevgi sizə güc verəcək. Özünüzə inanın. Hər şey yoluna düşəcək. Ulduzlar yanınızdadır. Rəydə fikrinizi yazın.